AF C'yə BC DF-ə paraleldir. BAF bucağı 110 dərəcə və AFD bucağı 30 dərəcə olarsa, ABC bucağının dərəcə ölçüsünü tapın. Bucaqlarımızı qeyd edək. Bu bucaq 110 dərəcədir. AFD bucağı 30 dərəcədir və BC də FD-yə paraleldir. Biz bu paralelliyi çəksək, 30 dərəcə ilə onunla daxili bir tərəfli bucağın cəmi 180 olduğu üçün 180-dən 30'a çıxsaq 150 dərəcə və burada bir üçbucaq görürük. Üçbucağın iki daxili bucağının cəmi 3-cü xarici bucağa bərabərdir. Bu xassədən də istifadə edə bilərik. Əlbəttə ki, paralelləri uzadaraq da, yəni bu hissəni də uzadıb paralelini 150 dərəcə buradadırsa, burada 30 dərəcədir. 30 dərəcənin qonşusu 150 dərəcədir. Yəni buradan da istifadə edə bilərik. Əlbəttə ki, alfa üstəgəl 110 dərəcə bərabərdir 150 dərəcə. Buradan alfa bərabərdir 40 dərəcə olduğunu alarıq.